Salam əziz izləyicilər, sizinlə maraqlı və yeni bir məlumatı paylaşmaq istəyirəm. Açığı mənim üçün yeni oldu, bəlkə bəziləri üçün yeni olmaya bilər. Amma mən əminəm ki, sizin mütləq əksəriyyətiniz üçün bu yeni və maraqlı məlumatdır. Deməli, bu elektrik sayğacları ilə bağlı olan məlumatdır. Bəzi hallarda bizim də qarşımıza çıxır, gözümüzün önündə olur. Bəzi yerlərdə köhnə elektrik sayğaclarına hamımız rast gəlirik. Bəzən mən düşündürür ki, bu köhnə, yəni yağışın, qarın altında qalan, köhnə üst qapağı qırılmış, belə elektrik sayğacları niyə dəyişilmir? Ara sıra bu suallar məni maraqlandırırdı. Bugün bir məhəllədə deməli, kimin borcu var, elektrik borcu var, onların işığı kəsilirdi. 1-2-3 nəfər adam var idi. Mən yol üstü yaxınlaşdım, onlarla bir dəqiqəyə kimi söhbət elədim və söhbət arası da həmin sualı verdim ki, bəs o köhnə sayğaclar niyə dəyişilmir? Yer gəlmişkən deyim ki, həmin sayğacların bəzilərinə mən baxmışam, üzərinə Bakı elektrik şəbəkə yazılıb. Yəni Bakı elektrik şəbəkə də 2000-ci ildə yaradılıb və 2015-də ləğv olunub. Artıq baxın 20 ildən çoxdur, yəni o sayğaclar quraşdırılıb, onun yerinə də Azərişıq yaradılmışdı. Soruşdum ki, niyə o köhnə yağışın, suyun, qarın altında qalan köhnə sayğaclar niyə dəyişilmir? Mənə dedilər ki, o dəyişilməsə yaxşıdır. Bunu deyən şəxs, yəni deyəsən monteur idi, əlində alətlər vardı və 50-dən yuxarı olardı yaşı, köhnədən işləyənə oxşuyurdu. Dedim, niyə? Möhkəmliyinə görə, dözümlülüyünə görə, dedi, həm dözümlülüyünə görə, həm də həmin sayğaclar gərginlik 190 voltdan aşağı düşəndə yazmır. Yəni sayğac yazmır. Evdə televizor işləyir, işıq yana bilər, amma yazmır. Həmin şəxsin bildirdiyinə görə sonradan çıxan sayğaclar hamısı gərginliyin nə qədər verilməsindən asılı olmayaraq yazır, hesablayır. Bu mənim üçün doğrudan da maraqlı və yeni məlumat oldu. Mən də istədim həmin məlumatı sizlə bölüşüm və yenə də tam dəqiqliyinə əmin deyiləm. Amma mənim maraqlandığı üçün kiçik araşdırma apardım və məlum oldu ki, harası təsdiqləndi ki, bəli, belə hal ola bilər, bu mümkündür. Çünki mənim araşdırmam, kiçik araşdırmam nəticəsində onu göstərdi ki, gərginlik 190 volt və daha aşağı düşdükdə elektrik sayğaclarının işləməməsi və ya enerjini qeyd etməməsi texniki olaraq normal hal sayılır. Çünki elektrik sayğaclarının düzgün işləməsi üçün işli gərginlik diapazonu əsasən 195-230 volt müəyyən edilir. Əgər gərginlik bu həddən çox aşağı düşdükdə cihazın daxili elektron sxemi işə düşməyə və elektrin istehlak edilən enerji sayğac tərəfindən hesablanmaya bilər. Yəni bu normal haldır. Onu da qeyd edim ki, Azərbaycanda elektrik sayğaclarının istismar müddəti modellərindən asılı olaraq adətən 20-30 il arasında o müddət var. Görünür, həmin o mən dediyim də sayğaclar yaxın gələcəkdə yəqin tədricən dəyişir, yəqin dəyişəcək. Bax, beləcə istədim məlumatı sizinlə də bölüşüm. Açığı mən bilmirdim, yəni etiraf edeyim. 190 voltdan aşağı düşəndə sayğac yazmır. Mən əminəm ki, bu sizin üçün də maraqlı məlumat olacaq. Əgər maraqlıdırsa, paylaşın, başqaları da məlumatlansın. Bəs niyə belədir? Əvvəllər həmin sayğacları 190 voltdan aşağı gərginlik olanda yazmaya bilərmiş. İndiki niyə bütün hallarda yazır? Bunun nəticəsində iki versiya, iki ehtimal irəli sürmək olar. Hesab etmək olar ki, həmin dövrdə, yəni 25-30 il bundan qabaq elm bu qədər inkişaf etməmişdi, texnologiya indiki kimi inkişaf etməmişdi. Yəni o dövrdən sonra getdiksə mükəmməlləşməyə doğru getdi və yaxud ikinci bir versiya insanların tələbatı, istəyi və haqqına uyğun. Məsələn, deyək ki, insanlar 220 voltu, abonent 220 voltu əldə etməlidir ki, ona da uyğun ödəniş etsin. Bax, mənim fikrimcə, mənim ehtimallarım bu iki versiyadır. Elmin, texnologiyanın o dövrdə bu qədər indiki kimi inkişaf etməməsi və yaxud insanların istəyi, tələbatı haqqı. Yeri gəlmişkən, mütəxəssis olarsa, şərh bölməsində yaza və fikrini bizimlə bölüşə bilər, biz də ondan öyrənə bilərik. Dediyim kimi, mənim kiçik araşdırmam həmin yeniliyə əsasında apardığım kiçik araşdırma və mütəxəssis də rəyi olsa, yəni elmi əsaslı, bizim hamımız üçün maraqlı olar. Bilən varsa yazsın.